Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Müsəlman ölkələri buna görə İranı dəstəkləmək istəmirlər. Əli Laricaninin ölümü rəsmən təsdiqləndi. Amerikanın ordusu 12 ölkənin adını açıqladı. Siyahıda Azərbaycan da var. Lavrov İranla bağlı xəbərdarlıq etdi. İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani son açıqlamasında müsəlman dövlətlərinin ölkəsini dəstəkləməməsindən məyus qaldığını söyləmişdi. Bugünkü qarşıdurma əsasən bir tərəfdə Amerika və İsrail, digər tərəfdə isə müsəlman İranı və müqavimət qüvvələri arasındadır. Siz kimin tərəfindəsiz? Əli Laricani günahı ölkəsinin illərdir yürütdüyü siyasətində axtarsan. Vaxtilə Azərbaycan da müsəlman ölkələrinin siyasətindən narazı idi. İslam Konfransı Təşkilatının samitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edilsə də, əməldə təşkilata üzv ölkələrin bir qismi, o cümlədən İran, işğalçı Ermənistanla sıx əməkdaşlıq edirdi. İndinin özündə müsəlman ölkələri Amerika və İsrailin İrana qarşı müharibəsinin əleyhinədir. Ancaq İran narazı qaldığı müsəlman ölkələrin ərazisinə raket və dronlar atdığına görə heç bir müsəlman ölkəsi Tehranı dəstəkləmək istəmir, o bildirib. İlxan Şahinoğlu əlavə edib ki, Pakistanla Əfqanistan arasında hərbi qarşıdurmanın genişlənməsi də diqqət mərkəzindədir. Pakistan ordusu Əfqanistanın paytaxtı Kabilə hava zərbəsi endirib. İlkin məlumata görə ən azı 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Pakistan Talibana aid hərbi hədəflərə dəqiq zərbələr endirildiyini açıqlayıb. Taliban isə zərbələrin mülki yerlərə dəydiyini iddia edir. İki ölkə arasında fevraldan başlanan qarşıdurma qısa fasilələrlə davam edir. Sərhəddə qarşılıqlı hücumlar daima qeydə alınır. Tərəflər arasında vasitəçilik səyləri nəticə verməyib. Beləliklə, bölgədə 3, Amerika-İsrail və İran, İsrail-Livan, Pakistan-Əfqanistan müharibəsi şiddətlənib. Bura İranın Körfəz ölkələrinə indirdiyi raket və dron zərbələrini də əlavə etsək, yaxın şərqdəki gərginliyin genişləndiyini söyləmək mümkündür. Əfqanistan daha ağır vəziyyətdədir. Qonşuluğunda müharibə gedir. Bu fonda Pakistanla da hərbi qarşıdurma içindədir. Müharibələrin davam etdirilməsi milyonlarla insanın qaçqına çevriləcəyi və aclığa sürüklənəcəyi ehtimalını artırıb. Amerika və İsrailin zərbələri illər öncə İranda məskunlaşan minlərlə Əfqan miqrantı evlərinə qayıtmağa məcbur edib. Ancaq evdə də qeyri-sabitlikdir. Birləşmiş Millətlər Təşkilatı Əfqanistan əhalisinin təxminən yarısının, təxminən 21,9 milyon insanın bu il humanitar yardıma ehtiyacı olacağını proqnozlaşdırıb. Humanitar yardımların çatdırılmasını davam etdirmək üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanistana alternativ təchizat yollarını araşdırır. İsrail Müdafiə Naziri İsrail Katz, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehrana hava hücumu zamanı öldürüldüyünü təsdiqləyib. Telegraf xəbər verir ki, İranın bəsic qüvvələrinin komandanı Qulamrıza Süleymaninin də məhv edildiyini açıqlayıb. Laricani və bəsic komandanı məhv edilib. Xamenei və bütün məhv edilmiş şər qüvvələrinin üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndəriliblər. Amerika prezidenti Trump İran rəhbərliyində yüksək vəzifələrin dəyişdirilməsindən danışır. Vaşinqton saatı ilə səhər açıldıqda ona xəbər verəcəyik ki, bu proses tam sürətlə davam edir və 2 yüksək vəzifəli şəxsin zərərsizləşdirilməsi nəticəsində daha da artıb. İsrail Katz vurğulayıb. Müdafiə naziri əlavə edib ki, o və baş nazir Benyamin Netanyahunun əmri ilə İsrail ordusu İrandakı rejimin rəhbərlərini ovlamağa davam edəcək. Asminogun başını kəsəcək və onun yenidən böyüməsinə imkan verməyəcək. Amerika Silahlı Qüvvələri İranda epik qəzəb hərbi əməliyyatlarını davam etdirir. Telegraf xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının açıqlamasında bildirilib. Qeyd olunub ki, Amerika qüvvələri ötən sutka ərzində Xarq adasında 90-dan çox hərbi hədəfi, dəniz minaları, raketlər anbarlarını və digər hərbi infrastruktur dəqiq zərbələrlə məhv edib. Amerika Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və dəniz piyadalarının pilotları indiyə qədər 6000-dən çox döyüş uçuşu həyata keçiriblər. Əməliyyatın əsas məqsədi İranın ballistik raketləri, PUA və dənizdəki təhdidlərini məhv etməkdir. Komandanlığın məlumatına görə, bu müddət ərzində İrana məxsus 100-dən çox hərbi gəmi də zərərsizləşdirilib.
Centcom həmçinin bəyan edib ki, son 2 həftə ərzində İran, Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordaniya, Kipr, Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq, Küveyt və Bəhreyn də daxil olmaqla müxtəlif ölkələrə 300-dən çox hücum həyata keçirib və mülki obyektləri hədəf alıb. Bundan əlavə, Amerika ordusunun mərkəzi komandanlığı vurğulayıb ki, son günlər İran Təl-Əviv şəhərində mülki məhəllələrə kaset bombaları ilə zərbələr endirib. Vaşinqton Tehranın bu addımlarını qınayıb. İrana hücumdan sonra yaranan böhranın nəticələrini proqnozlaşdırmaq çətindir. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib. Münaqişənin perspektivlərinə gəlincə, Donald Trump yaxınlarda bildirdi ki, İran tamamilə məğlub olub. Elə həmin gün İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi isə söylədi ki, qarşımızda hələ minlərlə hədəf var və ən azı Pesaxa bayramına qədər bu hədəflər üzərində işləyəcəyik. Yəni ən azı daha 3 həftə, o qeyd edib. Lavrov əlavə edib ki, əgər indi dərhal dayanıb vəziyyəti sabitləşdirməsələr və heç kim tərəfindən pozulmayacaq yeni razılaşmalar üzərində işləməsələr, bu böhranın hansı nəticələrə gətirib çıxaracağını və necə başa çatacağını proqnozlaşdırmaq çox çətin olacaq.